Salam hər birinizə. Bugün Master Alfa Tədris Mərkəzində keçirilmiş mövzu sınav imtahanı üçün informatika suallarının izahını verəcəm. Başlayaq. Burada qeyd olunub ki, 21-ci sualda yeni bir Word sənədi açılan zaman proqram pəncərəsinin başlıq zolağında standart olaraq hansı fayl adı əks olunur? Variantları nəzərdən keçirsək, A variantında yazılıb database. Database Access proqramında yaradılmış sənədə verilən addır, verilənlər bazası mənasına gəlir. Presentation isə PowerPoint proqramına məxsusdur. Bu səbəbdən B variantında üzərindən xətt çəkirik. Untitled adətən Paint proqramında yaradılmış qrafik təsvirlərə susmaya görə verilən addır, onu da üzərindən xətt çəkirik. Book 1 Excel-ə aiddir. Beləliklə bizim cavabımız Document 1-dir. Hətta buradan yeni bir Word sənədi yaratmağa çalışsaq, başlıq sətrində Document 1 yazısını görə bilərik. 22. Neyman arxitekturalı kompüterin mərkəzi hissəsinə aid deyil. Neyman arxitekturasında 3 hissə qarşımıza çıxırdı. Mərkəz hissə, periferiya və onları əlaqələndirən sistem interfeysi. Və mərkəz hissəyə sistem interfeysi aid deyil. Sistem interfeysi mərkəz hissə ilə periferiyanı əlaqələndirir. Elə cavabımız Adır. Mərkəz hissədə əməli yaddaş, daimi yaddaş, hesab məntiq qurğusu və idarəetmə qurğusu yerləşir. Lakin sistem interfeysi yerləşmir. 23. Kompüterdə emal edilmiş informasiya istifadəçiyə hansı vasitə ilə çatdırıla bilməz? Ümumilikdə, məlumatı istifadəçiyə çatdıran qurğular çıxış qurğularıdır. Burada da bizdən soruşulur ki, demək istənilir ki, bu qurğulardan hansılar çıxış qurğusu deyil. Printer bu çıxış qurğusudur. Proyektor çıxış qurğusudur. Qulaqlıq da çıxış qurğusudur. Monitor da. Lakin skaner məlumatı daxil edir. O informasiyanı istifadəçiyə çatdırmır. Məlumatı kompüterə daxil edir. 24. Doğru mülahizələri müəyyən edin. C2, G7 diapazonunda 30 xana var. Baxaq. Xanaların sayını tapmaq üçün ilk öncə sütunların sayını tapırıq. Bu diapazonda C, D, Y, F, G olmaqla 5 sütun var. Sətirlərin sayı isə necə tapılır? Sonuncu sətirdən ilk sətrin nömrəsi çıxılır, üzərinə 1 gəlinir. Yəni 7-dən 2 çıxıb üstünə 1 gəlirik, eləyir 6. 5 dənə sütun, 6 sətir, bunları bir-birinə vurduqda isə 30 xana əldə edirik. Yəni cavabımızda olan bu 1 doğrudur. Average B1, B10 düsturu bu diapazondakı ən böyük ədədi tapır. Bu səhvdir. Average ədəd ortanı tapır. Ən böyük ədədi tapan funksiya max-dır. 3-ə baxaq. Dollar D5 nisbi istinaddır. Bu da səhvdir. Dollar işarəsi qarışıq və mütləq istinadlarda olur. Nisbi istinadlarda dollar işarəsi olmur. 4-ə baxaq. A1 D8 diapazonu 8 sütundan ibarətdir. Bu da səhvdir. A1 D8-də A, B, C, D 4 dənə sütun mövcuddur. Bəs 8-dən olan şey nədir burada? Sətir sayı. 8-dən 1 çıxıb üstə 1 gəlsək 8 edir. 5-ə baxsaq, dollar F, dollar 9 mütləq istinaddır. Bu düzdür. Mütləq istinadda 2 ədəd dollar olur. Biri sütun qarşısında, biri sətir. Beləliklə burada cavabımız 1 və 5 olacaq. B variantı. 25. Unicode kodlaşdırmasında yazılmış bu ifadə və ASCII-də yazılmış bu ifadənin həcm fərqini bitdən tapın. Gəlin ilk öncə baxaq görək bu ifadələrdə neçə simvol var. Mən başlayıram saymağa. Bu arada ifadədə olan bu çərçivənin içərisində bütün simvollar sayılmalıdır. 1, 2, 3. Boşluq da sayılmalıdır. 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20. Deməli, burada 20 simvol var. Və 20 simvol Unicode-da vurulur 2 bayta, 40 bayt həcmə malik olur. Növbəti. Baxırıq digər ifadəyə. Buradakı simvolları sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12,
13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22. Digər ifadədə 22 simvol var və digər ifadə Amerikan standartında kodlaşdırıldığına görə yaddaşda 22 bayt yer tutur. Amerikan standartında bir simvol 1 baytdır. İndi birinci ifadə 40 bayt, ikinci 22 bayt. Aralarında 18 bayt fərq var. Lakin cavabı bizdən bitlə istədiyinə görə baytı bitə çevirmək üçün 8-ə vurarıq və buradan 144 cavabını alarıq. Cavab C. 26. Əməliyyat sistemi ilə bağlı uyğunluğu müəyyən edin. Doğru fayl adları, doğru olmayan fayl adları. Fayl adlarında bəzi qadağan olunmuş simvollar və adlar var. Burada gördüyüm qədərilə qadağan olunmuş adlar istifadə olunmuyor. Qadağan olunmuş adlar hansılardır? COM 0-dan 9-a, LPT 0-dan 9-a, PRN, null, AUX bu tip ifadələr qadağan olunmuş adlardır. Bir də var qadağan olunmuş simvollar. Bunları adam şəkli çəkərək yadımızda saxlaya bilərik. Sual işarəsi, cüt dırnaq, ulduz, qoşa nöqtə, böyükdür, kiçikdir işarələri, düz xətt, sağa sola slash işarələri. Bunlar hansı adlarda istifadə olunubsa, onlar doğru deyil. Baxıram ki, A variantında bir problem yoxdur. B variantında burada qadağan olunmuş bir simvol var. Böyük kiçik işarələri. C variantında düz xətt simvolu, qoşa nöqtə simvolu, ulduz qadağandır. D-də məncə bir problem yoxdur, Y-də bir problem yoxdur. Beləliklə, B ilə C doğru olmayana aiddir. A, D, Y isə doğru fayl adlarına aid olacaq. Belə bir cavabımız varmı? Y variantına uyğun gəlir. Növbəti. İşarələnmiş hissəyə uyğun gələn proqramı tapın. Baxırıq ki, bu ümumtəyinatlı proqramlar və üsulyönlü proqramların kəsişməsinə aiddir. Deməli, biz elə bir proqram seçməliyik ki, hər ikisinə aid olsun. Həm ümumtəyinatlı, həm də üsulyönlü. Simplex yalnız üsulyönlü proqramdır. Bu arada üsulyönlü proqramlar riyazi statistik məsələlərin həllində istifadə olunur. Simplex yalnız üsulyönlüdür. Məskət həm üsulyönlü, həm də ümumtəyinatlı proqram sayılır. Bu səbəbdən cavabımız B-dir. Lotus 123 cədvəl prosesorudur, cədvəl proqramıdır, ümumtəyinatlıya aiddir. TK Solver üsulyönlü proqramdır, o da səhvdir. Access isə verilənlər bazası idarə etmə sistemidir, yalnız ümumtəyinatlıya aiddir. Hər ikisinə aid olan B-dir. Aşağıda göstərilənlərdən hansı internetdə elektron poçt ünvanı olaraq götürülə bilər? Elektron poçt ünvanında mütləq şəkildə işarəsi olmalıdır. Və bu işarədən adətən bir dənə olur. Yəni 2 dənə varsa səhvdir. Və necə ki, faylın adında qadağan olunmuş simvollar var idi. Ulduz, sual, qoşa nöqtə, böyükdür, kiçikdir, düz xətt, sağa, sola slash işarələri. Bir dəqiqə, sağa, sola slash işarələri. Bunlar da yenə elektron postun adında qadağandır. Və əlavə olaraq onu demək olar ki, elektron postda işarəsinə qədər olan hissə istifadəçi adıdır. Ətdən sonra isə domen, ünvanlar, yəni serveri bildirir. İstifadəçinin hansı serverdə belə deyək də hansı serverdə olduğunu bildirir istifadəçinin. A variantında 2 dənə işarəsi olduğuna görə səhvdir. B variantında e-maildə ulduz işarəsi olmaz, səhvdir. C variantında ətdən sonraki hissədə server olur və AZDUNET deyilən bir server olmur. Azı burada 2 domen olmalıydı. Tutaq ki, azdunet.az olsaydı bu düz idi. D variantı düzgün cavabdır. E-mail ünvanlarda nöqtə işarəsi istifadə oluna bilər. Ətə qədər olan hissə istifadəçi adıdır. Ətdən sonra isə server hər şey qaydasındadır. D düzgündür. Y isə sadəcə DNS ünvan, domen ünvandır. Ət işarəsi yoxdur deyə e-mail kimi götürə bilmirik. 29. Mətn redaktorunda yazılmış aşağıdakı fraqmentdə kursor şəkildə göstərilən mövqedədir. Bu mövqedən başlayaraq klaviaturadan 6 dəfə backspace, 2 dəfə delete düyməsi sıxılarsa, yekun nəticə hansı olar? Yadımızda saxlamalıyıq ki, backspace sola doğru silir, delete isə sağa doğru. Və buradan başlayaq.
Kursor isə burada qeyd olunmuşdur. Buradan 6 dəfə backspace düyməsini vursaq, sola doğru siləcəkdə 1, 2, 3, 4, 5 və 6. L hərfinə qədər silindi. Fərz edin ki, bura bomboşdur. İndi isə bomboşdur deyəndə, yəni artıq silinibdir da, burada heç bir simvol yoxdur. Delete isə sağa doğru silir və 2 dəfə delete düyməsini vursaq, bu dəfə kursordan elə bir sağa doğru gedirik. Bir dəfə vurduq L, bir dəfə vurduq I hərfi silindi. Nəticədə Virtu A, bir də Q qalmış olur. Cavabımız da D variantı. 30. Save as pəncərəsindən etmək olar. Bax, gəlin, hər hansı bir ofis proqramından, məsəl üçün Word-dən Save as pəncərəsini açaq. Bax, görək, burada nələr etmək olar. Burada file name yazılıb, faylın adını dəyişə bilərik. Save as type, faylın tipini dəyişə bilərik. Məsəl üçün PDF eləyə bilərik. Daha sonra başqa nə etmək olar? Faylın yerini dəyişə bilərik. Tutaq ki, mən faylı Pictures qovluğunun içərisinə yaddaşa vermək istəyirəm. Tools'dan General Options vasitəsilə açılışa parol təyin etmək olar. Faylın müəllifinə düzəliş etmək olar, yeni müəllif əlavə etmək olar və s. Baxaq görək, burada cavablarımız nələrdir? Faylın tipini dəyişdirmək düzdür. Faylın daxilinə yeni abzas əlavə etmək, bu səhvdir. Faylın yerini dəyişdirmək mümkündür. Faylın daxilindəki mətni formatlaşdırmaq save as-dən mümkün deyil. Faylın adını dəyişmək düzdür. Faylı mühafizə etmək düzdür. Yəni parolla mühafizə etmək də mümkündür. Burada cavabımız 1, 3, 5 və 6 olacaq. Yəni D variantı. 31. Elektron cədvəlin C4 xanasına belə bir düstur qeyd olunmuşdur. Bu düstur B3 xanasına köçürüldükdə hansı düstur alınır? Deməli, mən baxıram ki, mən C4 xanasındayam və B3-ə getməliyəm. C4-dən siz B3-ə gedərkən C-dən B-yə sütunu bir vahid azaltmalısınız. Elə bir qayıdırıq da geriyə, bir addım geriyə gedirik. Bəs sətir necə dəyişməlidir? Sətir də 4-dən 3-ə bir vahid azalır. Deməli, buradan da yazaq, sətir də -1. Deməli, biz düsturumuzdakı sətirləri və sütunların hər ikisini bir vahid azaltmalıyıq. Bu isə bizim düsturumuzdur. Bu düsturda D-ni bir vahid azaldanda C-yə çevrilir. 22-ci sətrin qarşısında dollar işarəsi var. Mütləq ünvan kimi qeyd olunubdur deyə onu dəyişdirə bilmirik. Vurulsun. Bu vurma işarəsidir. Burada da D sütunun onun qarşısında dollar var deyə onu dəyişdirə bilmərik. 23-cü sətri bir vahid azaltsaq 22-ci sətr olur və düsturlarda sabit ədədlər köçürmə zamanı dəyişmir. Çıxılsın 5. Bu dollar D idi. Birdən oxuna bilməz. Düzəltdim. Və beləliklə, belə bir cavab hardadır? Y variantı da mən görürəm. Cavab 7. Davam edək. Müasir fərdi kompüterlər hansı qurğusuz istifadə edilə bilməz? Mütləq şəkildə fərdi kompüterlərin düşünən beynini, yəni prosesor olmalıdır. Bir də prosesor əsas qurğulardan biridir, təbii ki, mütləq şəkildə olmalıdır. Bir də əlbəttə ki, yaddaş, kompüterin daxili yaddaşı mütləq olmalıdır. Yəni, söhbət burada daxili yaddaşa uyğun gələn operativ yaddaşdan söhbət gedir. Daxili yaddaşın tək növü bu arada RAM deyil. Daxili yaddaş qurğularına ROM, daha sonra cache yaddaş, video yaddaş, registr və s. misal göstərmək olar. Yəni, müasir fərdi kompüterlərdə mütləq daxili yaddaş qurğuları olmalıdır. Prosesor olmalıdır. Periferiya qurğularının olması isə şərt deyil. Printer, periferiya qurğusudur, səs uzaldan, bunlar olmasa da olar. Və mütləq şəkildə ana platada olmalıdır. Çünki prosesor, daxili yaddaş qurğuları, RAM, ROM və s. bunlar hamısı ana plata üzərində yerləşir. Müasir fərdi kompüterlər hansı qurğusuz istifadə edilə bilməz? 1, 2 və 5. Cavabımız A. İnternet brauzerlər verilmiş variantı seçin. Brauzer web səhifələrə baxış proqramıdır. Və variantları nəzərdən keçirsək. Rambler bu
internet browser deyil, axtarış saytıdır. Eləcə də Google, o da axtarış saytıdır. Lakin Google Chrome, yəni bunun yanında Chrome sözü olsaydı, Google Chrome bir proqramdır. Web səhifələrdə gəzinmək üçün istifadə olunur və bu zaman Chrome yazılsaydı onun yanında biz internet browser olaraq götürə bilərdik. Yəni tələbələrimiz internet browserləri və axtarış saytı bunları qarışdırırlar. Browser bir proqramdır, axtarış saytı da adı üstündə bir saytdır. Yəni A variantı səhvdir. Bu arada burada scan disk yazılıbdır. Bu ümumiyyətlə diskə xidmət edən utilitdir. Yəni proqram başqa bir proqramdır da internetlə əlaqəsi olmur. Diskdəki səhvləri tapır, aradan qaldırır. B variantı Safari. Bəli, bu bir browserdir. Mozilla, Opera. B variantımız düzdür. Üçü də browserlərdir. C variantında Unix əməliyyat sistemidir. Yandex axtarış saytıdır. Netscape navigator browserdir. D variantında Opera browserdir. Backup sistemin ehtiyat nüsxəsini çıxaran bir proqramdır, utilitdir. Internet Explorer bir browserdir. D variantında backup-a görə çıxdı. Y variantında Windows Explorer fayl və qovluqları idarə edən proqramlardan biridir. Google axtarış saytıdır. Yahoo axtarış saytıdır. O səbəbdən Y variantı da səhv oldu. 34. Elektron cədvəldə gizlədilmiş sətirlərin sayını tapın. Buradan baxırıq ki, 1-dən 25-ə qədər, yəni maksimum 25 sətir var. Bəs biz neçəsini görürük? 1, 2, 3, 4 dənə sətir görürük də biz. 1-ci, 2-ci, 24 və 25-ci. Ümumi saydan gördüklərimi çıxsam, görmədiklərimi əldə edərəm. Deməli, 21 dənəsi gizlədilib. 35. Əsas xaric etmə qurğusudur. Buraxılış qabiliyyəti video yaddaşın tutumundan asılıdır. Bu tərif monitorun tərifidir və qeyd edilən məlumata uyğun gələn qurğunun növlərini istəyir. Monitorların növlərini. Burada CRT monitorları, plazma və maye kristallik, yəni LCD monitorları biz misal göstərə bilərik. 1, 3, 5 bizim düzgün cavabımızdır. Matrisli və şırnaqlı isə printerlərə aiddir. 36. Şəklə əsasən foto.jpg faylının tam adı necədir? Burada ən rahat həll üsulu nə ola bilər? Foto.jpg-ni tapırsınız və ondan başlayırsınız yuxarı doğru qalxmağa. Foto.jpg-dən yuxarı qalxsaq, görərik ki, o qrafikin içərisindədir. Qrafikdən də dümdüz yuxarı qalxsaq, görərik ki, o da Y-nin içərisindədir. Onda foto.jpg-nin tam adı belədir. Y, qrafik, foto.jpg. Y, qrafik, foto.jpg, cavab Y variantı. Davam edək. 37-ci sual. 37-ci sualın həllini verək. Deməli, burada sualımızı həll etmək üçün bir qələmimiz var. Onu aktivləşdirək. Burada nə deyilir ki, 128 səhifəlik jurnalın hər səhifəsində CMYK modeli ilə rənglənmiş 4 ədəd 256-nın 512-yə ölçüdə şəkil və onun altında hər sətrində 1024 simvol olmaqla 16 sətirlik mətn olduğu məlumdur. Unicode'da yazılmış bu jurnalın həcmi neçə megabaytdır? Bax, burada məsələni istəyirəm sadələşdirim. Söhbətin nədən getdiyini izah edək. Belə bir səhifə düşünək. Bir dənə səhifədir. Bu səhifənin yuxarı hissəsində misalın şərtində də verilib 4 ədəd 256-512 ölçüdə şəkil var. Fərz edin ki, səhifənin yuxarısında 4 ədəd qeyd olunmuş ölçüdə şəkil var. Və deyir, onun altında da hər sətrində 1024 simvol olmaqla 16 sətirlik mətn var. Aşağı hissədə də mətn var. İndi deməli, yuxarıda şəkillər var. Bunların həcmini tapacağıq. Buna V şəkil deyim. Aşağıda da müəyyən bir mətn var. Buna da V mətn deyək. Onun həcmini tapacağıq. Sonra da ikisini toplayacağıq. Yəni, şəkillərlə bağlı olan hissənin həcmini hesablayaq. Yazıram V şəkil. Qrafik təsvirlərin həcminin tapılması üçün A vur B vur M bit deyilən bir düsturdan istifadə edə bilərik. Burada baxıram ki, təsvirin hər birinin ölçüsü 256-nın 512-yədir.
256 2 üstü 8, 512 2 üstü 9-dur. Və CMYK modeli ilə rənglənir bu şəkillər. CMYK-da belə deyək də 1 piksel 4 baytla kodlaşdırılır. Vururam 4 bayta. Bu bir təsvirin həcmidir. Bizdə isə hər səhifədə gördüyünüz kimi 4 dənə şəkil var. Bu səbəbdən vururam 4-ə. Və 128 səhifəlik materialdır deyə mən istəyirəm bu materialdakı bütün şəkillərin yaddaşını tapım. Çünki sənədin ümumi həcmini biz Unicode-da tam olaraq hesaplamalıyıq. Yenə deyirəm, bu bir dənə şəklin həcmi idi. Hər səhifədə 4 şəkil var deyə əlavədən 4-ə vurdum və 128 səhifəlik materialdır deyə 128-ə vururam. Bütün səhifələrdə olan şəkillərin cəmi həcmini tapıram. Və cavablar megabaytla tələb olunur. Mənim ifadəm də gördüyünüz kimi baytdandır. Baytı megabayta çevirmək üçün 220-yə bölürük. Və buradan baxaq görək necə olur. Burada 2 üstü 8, 2 üstü 9, 2 üstü 17, 4, 2 üstü 19, bir dənə də 4, 2 üstü 21 və 128, 2 üstü 7, 2 üstü 28 əldə olunur. Bölürük onu 2 üstü 20-yə. Nəticədə 2 üstü 8, yəni 256 megabayt qalır. Sənəddəki bütün şəkillərin həcmi 256 megabayt oldu. İndi isə sənəddə olan mətnin həcmini tapaq. Mətn hissə ilə bağlı hansı burada məlumatlar verilib? Deyir ki, hər sətirdə 1024 simvol olmaqla 16 sətirlik bir mətn var. Mətnin həcmini tapmaq üçün simvol vur, səhifə vur, sətir düsturundan istifadə etmək istəyirəm. Sonda da bir simvolun həcminə vurmaq lazımdır bu düsturda. Unicode-da bir simvol 2 baytdır. Yəni sonda 2 bayta vurmalıyıq. Onda gəlin qeyd olunmuş məlumatları yazaq. Bax, 1024 simvol var hər sətirdə. Ümumi 16 sətir var. Burada qeyd olunub. Yəni vurmalıyam 16-ya. 128 səhifəlik jurnalda, düzdürmü? Səhifə sayı da 128-dir. Vurdum 128-ə. Unicode dediyinə görə də 2 bayta vurdum. Bu ifadə baytlandır. Cavabı megabayta çevirmək üçün 2 üstü 20-yə böləcəm. Baxaq. 1024 2 üstü 20, 2 üstü 10, üzrlü sayın. 1024 2 üstü 10, 16 2 üstü 4, 2 üstü 14, 128 elədi. 2 üstü 7, nəticədə 2 üstü 21, 2 də buradan 2 üstü 22. 2 üstü 22-ni 2 üstü 20-yə bölsək, 2 üstü 2, 4 megabayt qalır. Artıq cavabımızı biz tapdıq. Sənəddəki bütün şəkillərin həcmi 256 megabayt, bütün mətnin həcmi 4 megabayt, İkisinin cəmi ümumi jurnalın həcmini verir. Bu da eləyir 260 megabayt. Cavabımız B variantı. Növbəti sual. Word 2019 proqramında cümləni seçmək üçün doğru üsulları seçin. Baxaq buradan. Görək nələr var. Ctrl düyməsi basılı saxlanaraq cümlənin içində mouse'un sol düyməsini bir dəfə vurmaq. Bəli, bu cümlə seçmək üsullarından biridir. Sözün üzərində mouse'un sol düyməsi ilə 2 dəfə vurmaq. Xeyr, sözün üzərində mouse'un sol düyməsini 2 dəfə vurmaq sözü seçir. Sözü seçir. Bizdən cümləni seçmək tələb olunur. Qeyd olunmaz olağında sətrin qarşısında mouse'un sol düyməsini bir dəfə vurmaq. Qeyd olunmaz olağında sətrin qarşısında mouse'un sol düyməsini bir dəfə vursaq cümlə yox, sətir seçilər. Bu arada qeyd olunmaz olağı nədir? Onu da izah edək. Bax, bu sol tərəfdəki hissəyə qeyd olunmaz olağı deyirik. Burada kiçik bir mətn fraqmenti formalaşdırsaq, fikir verin, qeyd olunmaz olağında mouse'u bir dəfə kliklədikdə sətir seçilir, cümlə yox. F8 funksional klavişini 3 dəfə sıxmaqla. F8 düyməsini bir dəfə vurduqda heç bir hadisə baş vermir. Yəni, sistem özünü aktivləşdirir, funksiya özünü aktivləşdirir, belə deyək. 2 dəfə vurduqda söz seçilir. 3 dəfə vurduqda cümlə seçilir. Deməli, bu doğruymuş. F8 funksional klavişini 3 dəfə sıxmaqla biz cümləni seçə bilərik. 4 dəfə vursaz, abzas seçilir. 5 dəfə vursaz, bütün sənəd seçilir. Bütün sənəd 5 dəfə vurmaqla seçilir. 5. Qeyd olunmaz olağında mouse'un sol düyməsini 3 dəfə vurmaq. Qeyd olunmaz olanda mouse'un sol düyməsini 3 dəfə vurduqda bütün sənəd seçilir. Sənədi seçmək üçündür.
Bizdən cümlə seçmək tələb olunduğuna görə cavabımız 1 və 4 olacaqdır. Yəni A variantı. 39. A2 xanasına daxil edilmiş ədədin 20%-ni C4 xanasında yazmaq üçün C4 xanasına aşağıdakı ifadələrdən hansı daxil edilməlidir? Deməli, C4 xanası bərabər olmalıdır. A2 xanasında yazılan ədəd vurulsun 20%. Ən sadə bu şəkildə yaza bilərsiniz. Ən sadə. Baxaq, A variantı gördüyüm qədərilə doğrudur. Burada bir problem yoxdur. B variantı ona görə səhvdir ki, bizdə düstur bərabər işarəsi ilə başlamalıdır. C variantı da ona görə səhvdir. Düstur bərabərliyi ilə başlamalıdır. Y variantında ümumiyyətlə üstü 100 bu qüvvətdir. D variantı düzgün ola bilərdi. A2-ni 20-yə vurub 100-ə düzgün şəkildə bölsəydik. Faiz çünki bu formada da tapılır. Ədədi faiz göstərən ədədə vurub 100-ə bölürlər. Sadəcə burada da bölmə işarəsi səhv qoyulub. Yumruladığım formada qoyulmalıydı. Bu səbəbdən cavabımız A oldu. 40. 1024 simvoldan ibarət mətn 32 simvollu əlifba ilə yazılmışdır. Bu mətnin 20% arxivləşdirildiyini bilərək mətnin həcminin nə qədər azaldığını tapın. Bir dəqiqə burada yazı yazmaq üçün şərait yaradaq. 1024 simvoldan ibarət mətnimiz var. 32 simvollu əlifbada yazılmışdır. Gəlin hələ onun arxivləşdirilməmişdən əvvəlki həcmini tapaq. Buna V1 deyiləm. 1024 dənə simvolumuz var. 32 simvollu əlifbada, yəni əlifbada əgər 32 simvol varsa, 32 küsür 5'dir. Bu da o deməkdir ki, hər bir simvol 5 bitlə kodlaşdırılır. 5 bit. Yəni buradan yazaq. 32 simvollu əlifbada bir simvol 5 bitdir. Bizim mətnimizdə isə 1024 simvol var. Hər biri 5 bitdirsə, 1024'ü mən vuraram 5 bitə və həzmi buradan tapmış olarıq. İstəsəz bunu çevirə də bilərsiniz. İndi mən 5120 bit olaraq saxlayım, ehtiyac yaransa çevirərəm. Bu bizim sənədimizin həcmi. 1024 simvol, hər simvol 5 bit. Onda bu bizim sənədimizin həcmi olar. Gəlin indi bu həcmi, yəni 5120 biti 20% arxivləşdirək. Bu arada 5120 biti yerindəcə istəsək 8-ə də bölə bilərik, bayta çevirərik. Yəni bunu etmək də mümkündür. Bu da necə olacaqdır? Baxaq. Elə bir ki 1024'ü fərz edin ki 8'ə bölürsünüz. Orada 128 qalar. 128'i 5'ə vursaq 128 vur 5 deməkdir da bu. 500 oradan, 600 oradan, 640 əldə eləyərik. Yəni cavabımız V1 üçün 5120 bit və ya 640 baytdır. İndi baxaq. Gəlin bu məlumatı biz 20% arxivləşdirək. Məlumatımız 640 baytdır tutaq ki. Bunu gəlirəm 20% arxivləşdirəndə onun %80'ini tapıram. Çünki məlumatı 20% arxivləşdirsək yerdə 80% qalar. Bu sıfırla bu sıfır getdi, bu sıfırla da buradakı sıfır getdi. Nəticədə 64 vur 8 əldə elədik. 64 küstü 6 da 8 də küstü 3. Küstü 9. Elə bir ki biz 512 bayt əldə etdik. Deməli sənədin orijinalı 640 baytdır. Arxivləşdirdikdən sonra isə 512 bayt. Baxaq görək baytla bir cavab əldə edirikmi? Baxaq görək azalma nə qədərdir? 640 baytdan 512 baytı çıxsaq 128 bayt cavabını alırıq. Belə bir cavabımız var, Y variantı. Baytla cavab almasaydıq 8'ə vurub bitə də çevirə bilərdik. Sonra baxaq görək növbəti hansıdır? 41. A-nın qiyməti 5, B-nin qiyməti 7, C-nin qiyməti 3. B-nin yeni qiymətini hesablayaq. B bərabər C çıx A. C bizdə 3 idi. A isə bizdə 5 idi. 3-dən 5'i çıxdıqda -2 edir.
Artıq B-nin köhnə qiymətini qaralayın. Sonra A da dəyişir. A bərabər olur B çıx C. B-nin son qiyməti -2, C-nin son qiyməti 3-dür. -2-dən 3 çıxdıqda isə -5 edir. C-ni yenidən hesablayaq. C bərabər B çıx A. B bizdə -2-dir. A da bizdə -5-dir ən son. Yəni köhnə 5-in üstündən xətt çəkməliyik. -2-dən -5 çıxanda, yəni burada mötərizə qoymalısınız da. B -2-dir, çıxılsın A da -5. Burada toplama hadisəsi baş verəcək və C 3 eləyəcək. Onda S-i necə taparam? A vur B vur C. A bizdə -5-dir. Vurulsun. B bizdə gördüyünüz kimi -2-dir. Vurulsun -2. C də bizdə 3-dür. Və biz buradan 30 əldə edərik. 42. 42-də baxaq. Yenə burada bir şərait yaradaq. Diskdə 13 kilobaytlıq səs faylı və 27 kilobaytlıq qrafik fayl varsa, bu fayllar üçün neçə klaster lazımdır? Əvvəla onu deyim ki, fayllar klasterlərə ayrı-ayrı yerləşdirilməlidir. Yəni qətiyyən 13 kilobaytlıq səs faylı ilə 27 kilobaytlıq qrafik faylı toplamayın. Onların həcmlərini toplamayın. Ayrılıqda tapmaq lazımdır. 13 kilobaytlıq fayl, əgər klasterin həcmi 5 kilobaytdırsa, neçə klasterə yerləşmiş olar? Bir dənə 5 kilobaytlıq klasterimiz tam dolur. İkinci də tam dolur. Və faylımızdan qalır 3 kilobayt. Bunun üçün bir dənə də 5 kilobaytlıq klaster götürürük. Nəticədə 13 kilobaytlıq fayl diskdə 15 kilobayt həcmə malik olur. Bəs 27 kilobaytlıq fayl diskdə nə qədər yer tutar? 27 kilobaytlıq fayl diskdə 6 ədəd 5 kilobaytlıq klasteri tutar. Bir dənə klaster 5 kilobayt, 10 kilobayt, 15 kilobayt, 20, 25 kilobayt. Faylımızdan elə bir ki 2 kilobayt artıq qalır. Onun üçün növbəti bir 5 kilobaytlıq klaster götürmək lazımdır. Nəticədə bizə 27 kilobaytlıq fayl üçün 6 ədəd 5 kilobaytlıq klaster lazım gəlir ki, bu da 30 kilobayt edir. O zaman bizə neçə klaster lazım gəldi? Buradan oxları saysaq bəsimizdir. Gördüyünüz kimi 1, 2, 3 dənə klaster 13 kilobaytlıq fayl üçün, 6 dənə klaster isə 1, 2, 3, 4, 5, 6 klaster isə 27 kilobaytlıq fayl üçün cəmisi 9 klaster bizə lazımdır. 9 klaster. Digər suala baxaq. Antivirusların təsnifatına aid olan proqramlar. Filtr antiviruslardan birinin növüdür. Bəli, antivirus növüdür. Yükləyici bu virus növüdür. Təhlükəsiz virus növüdür. Detektor antivirus növüdür. Kompanyon virus növüdür. İmmünizator antivirus növünə aiddir. Polimorf virus növüdür. Müfəttiş isə antivirusa aiddir. Beləliklə antivirusa aid olanlar 1, 4, 6 və 8 bunlardır. 44. Burada iki ifadə verilib və bu ifadələrdən biz X və Y-i tapıb sonra da onların fərqini onluq say sistemində hesaplamalıyıq. Ümumiyyətlə, ifadəni müəyyən say sistemində verilmiş ifadələri onluq say sistemi müəyyən say sistemlərində verilmiş ifadələri onluq say sisteminə çevirmək üçün biz açıq yazılışdan istifadə edirik və ya bunu belə ifadə etsək, verilmiş ifadələrin üzərində sonuncu rəqəmdən başlayaraq 0-1 bu şəkildə nömrələmə edirik də. İndi mən bu ifadəni, həmçinin bu ifadəni onluq say sisteminə gətirmək istəyirəm. Burada 8-in üstündə 0, 4-ün üstündə 1 yazdım. Burada da 17 üçün enisini edirəm 0-1, 0-1. Və bu ifadəni onluq say sisteminə çevirmək belə olur. 4 vurulsun x üstü 1, üstə gəl 8 vur x üstü 0. Bunu daha sürətli belə yazmaq olar. 4x plus 8. Çünki x üstü 0 onsuz da 1'dir.
x üstü 1 də onsuz da x-i bildirəcək deyə elə birbaşa 4x yazmışam. Onda gəlin sürətli yazaq. Yazıram 4x plus 8 üstə gəlinsin. Bu ifadə isə olacaq x plus 7 bərabər. Bu ifadə isə olacaq 6x plus 6. Nəticədə mən buradan x bərabərdir 9 əldə edəcəm. Gəlin eynisini digər ifadə üçün edək. Yazıram 0, 1, 0, 1, 0, 1. Bu ifadəmiz olur 4y üstə gəlsin 2 çıxılsın. Bu ifadəmiz olur. Və burada çıxma işarəsinə fikir verməliyik. Digər ifadəmiz olur y çıx 4 bərabərdir. Bu isə olur 2y plus 2y bircə dəqiqə üstə gəlinsin 3. Buradan baxıram ki 4y-dən y çıxanda 3y, 2y də bu bir tərəfə keçirsək y qalır. Bərabərdir. 2 ilə mənfi 2, 2 ilə mənfi 4 mənfi 2 eləyir. Bunu da sağa keçirsək 5, y də 5 eləyir. X-in qiyməti 9, y 5 və biz x-dən y, yəni 9-dan 5-i çıxdıqda 4 əldə edəcəyik. 45-ci suala baxaq. Alqoritmin xassələri. Alqoritmin xassələri diskretlik, müəyyənlik və ya determiniklik, nəticəvilik və kütləvilikdir. Alqoritmin təsvir üsulları. Bunlara aiddir sözlə təsvir, proqramla təsvir, pseudokod, bir də qrafik və ya blok sxemlə təsvir. Alqoritmin strukturu dedikdə bunlara növlər aiddir. Bunlar da xətti budaqlanan və dövridir. Beləliklə, determiniklik xassəyə aiddir, 1-ə A. Dövri və qrafik, yox, dövri, üzrlü sayın. Dövri aiddir alqoritmin strukturuna, budaqlanan da alqoritmin strukturuna aiddir, B ilə Y struktura aiddir. Pseudokod və qrafik isə alqoritmin təsvir üsullarına aiddir, yəni C ilə D. Beləliklə, tam olaraq cavabımız bu şəkildə oldu.